Bu polislər hakim və prokuror haqqda mənə məlumat verən şəxslərə pullar verəcəm. Əlimdə 100 dənə 100 avroluq var. Bir paçka 100-lükdür. 10.000 avro 20.000 manat edir. 13-cü polis bölməsinin itləri arvadı fahişə Sənan Cavadov. Şəkildə gördüyünüz şəxsiyyətsiz. Digərlərinin şəkli yoxdur, sadəcə adlarını deyirəm. 13-cü polis bölməsində itdilər. Arvadı fahişə Elmar Əhmədov. Eləcə də Etibar Vəliyev və Rəşad Cəfərov adlı polislər. Həmçinin Sabunçu rayon prokurorluğundan Xalid Nəzərov. Sabunçu rayon hakimi Samirə Məmmədli. Əmimi şərləyib həbs edən şərəfsiz polislərdir bunlar. Və bugün də məhkəmədə üzünə dururlar əmimin. Yalandan. İndi baxın, şər böhtanla, insanların cibinə narkotik atmaqla, rüşvətlə, üzə durmaqla, evinə pul aparanın arvadı fahişə olmur yoxsa yox? Hə? Ay Sənan, ay Elmar, hələlik hakim Samirə Məmmədli haqda bir şey demək istəmirəm. Məhkəmə gedir. Amma ömürlük düşmənim olacaqsınız. Bu şəxslər haqqında hansısa məlumatınız varsa, başqa şəkilləri varsa, ailəsinin, arvadının, qohumlarının şəkli varsa, məlumatlar göndərəcəksinizsə, hər əlavə şəklə görə 200 avro, yəni 400 manat pul verəcəm. Harada yaşamanızdan asılı olmayaraq o pul sizə veriləcəkdir. 10 dənə məlumat verəcəksinizsə, 2000 avro, 4000 manat pulunuz olacaq. Sözüm sözdür. Necə ki, Gəncədə Elgün İbrahimovun ölümü ilə bağlı hansı məlumatlar verdilər və pullarını da aldılar, halal xoşlar olsun. Bu polislər hakim və prokuror haqqda şəkilləri, məlumatları göndərin mənə. İlham Əliyev, Beylər Əyyubov, Vilayət Eyvazov, siz nə qədər acizsiniz? Mənim fəaliyyətimə görə Bakıda əmmimi şərləyib həbs edirsiniz.